Mənim biləkliyim anı. Sumkadadır görürsən. Bu bir dənə baxın. Məşq vaxtı sol. Tələsmə, yavaş-yavaş elə. Hər kəsə salam, əziz izləyicilərim. Sabahınız xeyir olsun. Necəsiniz? Bu günləri yuxudan durdum, saçımı yudum. Hazıram, bu günlər belə işə gecikmişik Rahillə. Koftamı ilə dəyişəcəm, üstə çıxacaq. Rahil yumurta pomidor pişirir. Mən də dedim, Rahil yumurta pomidor vurana qədər Far Cry oynayım biraz. Oyun seriyasını mən sevirəm. Far Cry'lər. Bunu biraz oynayacağım, bir 5-10 dəqiqəlik, 10-15 dəqiqəlik yeməğimi yiyəcəm. Mikrofonum buradadır, mikrofonda prosto nəsə biraz problem yarandı. Mikrofonları tez-tez dəyişirəm, problem yaranır. Çox güman ki, belə getsə, Rode mikrofonunu alacağım ən yaxşılarından bir dəfəlik. Çünki hər dəfəli mikrofona 80 manat, 50 manat, 70 manat verdikcə gəl belə o qiyməti çıxır. PlayStation'ımız da buradadır. Vinilini də çəkdirmişik, o Spider-Man vinilini çəkmişəm, onu özüm eləmişəm. Belə bu günləri məşqimiz kürək məşq olacaq. Bu gün kürəklə qolun arxasıdır. Temudan gəldiyi sifariş. Belə bir biləklik vermişdim. Belə bir şey vermişdim. Qrifi qaldıranda, yəni əl əzilməsin deyə. Onu vermişdim. Sonra bir-iki dənə şey gəlmişdi. Sunka gəlmişdi. Rahilə sunka vermişdim. O sunkanı da göstərim sizə. Görüm hanı onlara qoyub. O sunka da buradadır. Belə bir qəşəng sunkadır. Səliqəli vəziyyətdə. Belə sunkadır. Rahil də burada. Yemək hazırdır. Hə? Neyəcə? Salam. Bu nədir qaqa? Bu dəqiq yumurtadır. Belə yumurta olur. Belə futbol oynayırlar. Onlar mənimdir. Hara gedirəm yanımda gətirirəm. Burada adamlarım da var. Far Cry 5'dir bu. Aha. Atışma var. Allah'ta atışma var. Buradadılar değil. Görürsün. Ne? Maşını göreyim. Bu ne de? Arkaya oturdu. Arkaya yola bize kabak lazım. Xəritəsinə baxalım ya. Xəritəsi də belə böyükdür. Hələ nə qədər oynamışam yəni. Çox yerini oynamışam. Görsünüz hələ nə qədər yerə atmışam. Bura bulanıq olan yerlər isə açılmalıdır hələ. Bunları oynamamışam. Xırda-xırda oynayacağım. Bulanıq yerləri açılır. Buraya qutarmamışam. Far Cry 6 yükləmişəm. Baxın belədir burada. Qaranlıqdır. İndi işıqlı ol. Yeməyimizi yeyək. Gələcək işə. Bu günlər onsa gecikmişik. Saat neçədir? 11 zatdır bəlkə. Normalda saat 10'da işdə olur. Gedək görək kimlər var, kimlər yoxdur. Şuna zəmsən. Buzlusun hələ, sən də çay içəli. Pomidor buna tomat qatdım. Tomatla yumurta. Əziz izləyicilərim, hal-hazırda zaldayıq. Zal boşdur, gördüyünüz kimi, heç kim yox. Zalımız boş olur, zal boş olur. Yəni istəsəz, məni izləyənlər gələ bilərlər Kratos Fitness'ə. Kreatinimiz var, Iron Max'ın kreatini. Bunu o bir videolarda göstərmişdim. O həyat devi.
Yarısındandır ki. Üzü yarısındandır. Qaşığı hanı bunun? Hə, içindədir, hə, içindədir. Qaşıq batıdır içində. Şö. Bax, qapaq düşdü yerə. Bundan neçə qaşıq atıram? Hər məşqə girəndə. Hər gün içmirəm. Adamlar var düzdür, hər gün içir. Biz prosto mən bir gündən bir içirəm. Bir gündən bir də içsəm belə kifayət eləyir bu mənə. Hardasa qatırıq 10 qram, 8 qram bu civarı. Məsələn, sən səni düzəltmədin. Mən də düzəltmişəm. Hazırdır. Söküntülər vardı ya. Amma yaxşıdır. Yadınızda saxlayın. Dibində baxın belə çöküntülər olmalıdır. Bunlar olmalıdır. Əgər belə şey varsa bilin ki, kreatin yaxşıdır. Yəni normal kreatindir. Yox, əgər suda həll olub gedirsə, dibinə belə çöküntü düşmürsə, yəni bilin ki, o kreatin zəifmalıdır. Belə deyim. Hazırdır kreatin. İçəyə başlayaq kürək məşqimizə. Görək nə olur. Zal boşdur bu günləri. Amma olsun. Əsas odur ki, məşqimizə gəlmişik, davam edirik. Dayandı yoxdur. 70 kilo. Birinci isinə, neçə kilo işləyəsən var? 45-50 arası. Birinci isinmədi, nə isinə ilə yaxşı. Neçə kilo da bu? 60 kilo. 2. Qoy. 35 qoy da, hə. İsinmədi də, elə isinirsən. Bir set isinək, sonra da baxarıq vəziyyətə. Sonra atıracaq. Biraz arxaya əyil ki, tam sinənin üstü. Aha, qəşək. Yüngül deyil. Çox yüngül deyil. Ənəbsə. Lock pull down gedir bu deyəsən. Lock pull down. Hərəkətlərin adını bilmirəm. Elə istəyirəm. Gedir, hərəkətlərin adını yadımda qalmır. Papçı deyil. Papçı, hə. Lock pull down gedir çox güman ki. Qaqa deyil, bura yazılıb da lat yazılıb. Hanı? Deyil. Hə, lat pull down. Görünmür. Belə olmalı. Görünmür. Down da aşağı deməkdir. 65 kilodur. Deməli, neçə qoydun? 7-5. Bu nədir? 5-5, 2-5 də əlavə. Onda heç nədir. Hə, sən onu işlər, qaldıra bilərsən. Mən bir də kəmərimi taxım. Kəməri taxım, gəlirəm. Tax ki. Balaca kəməri bir dənə vur. Bir dənə bu qaldıracaq. Kəməri bağlayayım ki, səndən olsa yüngül çəkirik, ona görə problem yaratmaz. Məndə bu. Bax. Keçən səfər bunu görmüşdün də məndə. Hə, görmüşüm. Dört. On dənə oldu. 12 dənə eləyəcəm. 10 dənə biraz az geçdi. Nəsə. 12 də ona da daha rahat istəyəcək. Yəni ağırında, axıra yaxın basmaq lazımdır. İkinci set 12 dənə eləyərik. Hə, ikinci set 12 dənə eləyərik. Bunu 3 set işləyək, sonra keçək kürəyin 3-cü hərəkətinə. Onu da qantellərlə işləyərik. Deməli, qolun arxası var. Qolun arxası ilə kürək birli deyə. Maks aralı. 12 dənə elədim. 2, 3, 4, 5.
11, 12. 12 dənə elədin səndə. Hə. Все, setdə qutardı. Şimdi setdə işləyəcək. Sonra görək nə olur. Kreatindən biraz içeyim. Kreatin keyifdir. Həm güc verir, həm də su yığır bədənə. Sudan da çox içirik, bədənə su yığır, dolu görsənir. Orada mən də burada. Mənim biləkliyim anı. Nə biləyim, başlamışsan sən. Mənim biləyim hardadır? Biləyim. Mənim biləkliyim anı. Sumkadadır, görürsən. Qoy bir dənə baxın. Gəl azvalkaya. 15-də idi. Yadımdan çıxıb hara qoymuşum. B12. Qoy görüm B12 əksikliyi. Ay, nə olub deyər əsəksin. Buradadır, buradadır. Gülməli deyil. Gülməyini gördün sən. Kantel götür. Vay. Amma oradan da şeylə. At stolu. Stolunu ağarım. At da at. Düz at. Stol düz at. Bu nətər idi? Yadımdan çıxdı. Ayzanlanma da sən. Fail eləmə qardaş. Yadımdan çıxdı. Videonu dayandır, qoy qalsınsa. Belə idi deyəsən. Hə. Belə idi. Bunu da belə götürsən. Hapdı. Açdan var. Götür qanteli. Qantel götür bir dənə. Neçə kilo? 16. Üzü bu yana sən yan. Üzü belə bu biri tərəfə. 16-dır. Oh, 25-dir mən. Oh, 7, 8. Təngə nəfəs eləyir bu. Stol açır. Dizəyim almış. Aşıb eləyir. Sürüşüb eləyərsən. Bir. 3. 6. 7. Hərrətdir. Təngə nəfəs eləyir. 2 set, birinci set tutardı. 3 set eləyəcəyik. Sonra da keçəcəyik 4-cü hərəkətə də, hə? 4-cü hərəkət deyil. Hə, axırıncı. Sonra da qolun arxasına 4 hərəkətdə onu işləyib gedəcəyik evə. Götürək. Hə, pres var. Presi elə belə arada eləyirik, 6-cı günlər eləyirik. Vaxt qalanda, yorulmayanda çox eləyirik presdə. Pres də lazımdır. Ayaqdır, presdir, bunlar da eləmək lazımdır. Prosta çox güc vermirik də o yerlərə. Ən çox sinə, qol, qabaq, arxası, çiyin. İkinci setdir ki, rahat yüzü başladı. Qutarıram. Tələsmə, yavaş-yavaş elə. İstidir qardaş, istidir, hava istidir. Havalar işi qızır. Yoruldum hə. Səs çıxartmamağın mümkünatı yox. O hər dəfə eləyəndə güc gəldi mənə. Qaldırıram. Neçə deyim? Başlayaq. Vaxt gedir. Bir setli qalıb nədir? Səndə bir set qaldı.
Yo, mən hələ Hələ 2 seti var. hələ 2 setim var. 1 setdir başlamışam. Yoxdur, var. Bayaqşını elə belə işlədim. Vur görək neçə kilo vurasan, vur. Vur canavar, vur. Canavarı öldürən it gətirmiş. Qəşəng. Normal. Bu yaxşıdır. Üzü neçə vaxt gəlsən? Məşq vaxtı sual verməm. Neçə aydır? 7 ay, hə. Ha, üzü az vaxt deyil də, 7 ayda 7 aydır. Biz nə qədər vaxtı? 3 il. Yox, 3 il deyil. 2 il 7 ay zad olar da. 2-3 aydan sonra elə 3 il olur da. Biraz ağartısan. Otuza qoydum. Elə 30 rahilin işlərini açdım. İki dənə də ağırla vurum. 45, 42 ilə. Otuz kilo. Hı? 30 kilodur. Belimə güc düşdü. Biraz azaldıb gəlmişdi. Kəmər bağlılar Kəməri bağlayıram normalda. 27 yarım. Ha, işte. Bəlkə acımışam. Nə olsaydı yeyərdim. Hatay etsə, Hatay başqa məsələdir. O günləri, hə? Yeməmsən? Biz orada gələrsən bir gün sifariş verirəm yeyər. 30 çox oldu. 27 yaxşıdır. Ha? Mən də ikinciyə tutardı, ha. Sən 2-yə başlasan. Heç. Boy məndə 1.78. Yox, 78 nə idi? 1.75. Əslində 1.73 əməyə bəlkə də. Prosto ölçüləndə 1.75-i. Amma onu deyim ki, uzun adam əzələni gec yığır, ha. Uzun adamlarda əzələ yığmaq biraz gec olur, prosedur. Amma balaca boylar amma daha tez əzələ yığır. Getdik, kəndirlə. Normalda düzənlədiyimi 30-dan vururam, 30, 27 yarım. Kəndirlə amma 17, 20. Bir dənə acılıq gəlir. Onu izah eləyə bilmərəm də, yəni. Ancaq yeməyə görsəm gözlərim açılır. Gözlərim yumulur get-gedə. Get-gedə deyəsən gedirik həyatdan. Bir dənə qolun arxası kəndirlə eləyək də. Kəndirlə deməli belə elədik, 3 set tutardıq. Bir dənə də kəndirlə belə bu vəziyyətdə eləyək. Ondan sonra təklərlə deyəndə orada da X kimi. Bir dənə belə dağıtırıq, gedirik evimizə. Sən orada elə mən burada. Hə, tez tutaraq. 20 çoxdur ya məncə. Yoxsa 20 yaxşıdır. 20 ilə yoxlayım. Elə. Sən sağ tərəfə, mən sol tərəfə. Yandırdı ha baba. 12 dənə elədim, mən də gələk 12 dənə eləyəm.
O biri setləri 12 eləyərəm. Ayağım sürüşməsə yaxşıdır. Qolum yüzü dolur yavaş-yavaş. Hələ az qalıb. Neçənci hərəkətdir bu? Üçüncü hərəkət də. Üçüncü hərəkət. Bir dənə hərəkətimiz qalır da bundan sonra düşün. Rahili göndərdim ora. Rahil orada işləyəcək. İndi Başqa hərəkət eləyək. Qolun arxasına. Mən də burada işləyəcəm. 4 hərəkət olur. 4 hərəkət. Birazdan üzü çıxırıq Rahillə. Üzü saat 12 işte. O niyə bu qədər gec işləyir? Geç çatdıq, ona görə başımız qarışdı işə. Bunu 3 set işləməliyəm, 3 set. 10 təkrar. Yorur ya adamı, çox yorur qol arxası. Kürək olsa yorur. Bu da bir yandan. Bir setin qutardı ki. Mənə. Şu. Bir set qutardı, 3 set bunu işləyəcəm. Sən də onu, 2 set. Sən də onu 2 set işləyəcəm, gedəcək yerə yavaş-yavaş. Burada sonlandıraq videonu. Əziz izləyicilərim, sağ olun, özünüzə yaxşı baxın. Gələn videoda görüşənədək kanalımıza abunə olmağı unutmayın, videoları like eləməyi unutmayın. Bir də yorumlarda yaza bilərsiniz. Nə istəyirsiniz yorum yazın, cavablandıracağım. Bu arada aşağıdan Instagramla TikTok'u da qoyacağım. Instagramla TikTok'a da girib məni orada takip edə bilərsiniz. Danışadım mən, yox. Axırı alınmadın, yorğunluqdan. Mən oradan da dostluq ata bilərsiniz. TikTok'dan bir də Instagramdan. Maksimum dəstək olaq, dəstəyinizi gözləyirəm. YouTube'umuza da abunə olun. İnşallah yavaş-yavaş fərqli faydalı videolar gələcək.